Dadlı və asan kanalıma xoş gəldiniz. Bugün Azərbaycan mətbəxinin ən sevilən şirniyyatlarından olan bahar süfrələrimizin olmazsa olmazı şəkərbura hazırladım. Sizinlə də bölüşmək istədim. Şəkərburanın içliyinin hazırlanmasında 450 qram təmizləyib qovurmuş olduğum fındıq ləpəsindən istifadə etdim. Fındıq ləpəsini ləpəcəkən maşının gözündən keçirdim. Üzərinə 350 qram şəkər tozu, 1 xörək qaşığı hil, 20 qram vanil əlavə edib qarışdırıb bir kənara yerləşdirdim. Şəkərbura xəmirinə maya olduqca az əlavə edilir. Mən də 1 çay qaşığının 4dən 1-i qədər quru mayadan götürərək bir qaba əlavə etdim və xəmirin yoğrulmasında istifadə edəcəyim 200 ml otaq temperaturunda olan sərin süddən 2 çay qaşığı üzərinə əlavə etdim. Yağlıq dərəcəsi 25% olan 180 qram xamanı qaba əlavə etdim. Üzərinə 3 ədəd yumurta sarısı, 20 qram vanil əlavə edib mikserin köməkliyi ilə qarışdırdım. Onda qeyd edim ki, xəmirin yoğrulmasında bütün ərzaqlar otaq temperaturunda olmalıdır ki, gözəl xəmiriniz alınsın. Xəmirin yoğrulmasında 1 kiloqram ağ undan istifadə etdim. Unun içərisinə çay qaşığının 2də 1-i qədər duz əlavə edib unla duzu qarışdırdım. Daha sonra otaq temperaturunda yumşatmış olduğum 300 qram kərə yağını əlavə etdim və əlimlə ovaraq umaç halına gətirdim. Xəmiri yoğurmaq üçün unun orta hissəsini çökəltdim. Daha sonra əvvəlcə mayanı, ardından yumurtalı xamanı və daha sonra sərin südü hissə əlavə edərək bərk xəmir yoğurdum. Onda qeyd edim ki, təqdim etmiş olduğum reseptə əsasən 200 ml sərin süddən istifadə etdim. Şəkərbura xəmiri bərk olduğu üçün ərzaqların bir-birinə gözəl şəkildə qarışması üçün mütləq şəkildə 40-45 dəqiqə müddətinə xəmiri yoğurmaq lazımdır. Mən də dediyim müddətə xəmiri əvvəlcə qabın içərisində, daha sonra masanın üzərində yoğurdum. Gördüyünüz şəkildə şəkərbura xəmiri üzəri nahamar, eyni zamanda yağlı xəmir alındı. Yoğurmuş olduğum xəmiri qaba əlavə etdim. Üzərini örtərək otaq temperaturunda 15-20 dəqiqə müddətinə gözlətdim. 20 dəqiqə sonra xəmirin üzərini açdım. Daha sonra 4 hissəyə böldüm və hər birinin çəkisi 45 qram olmaqla xırda kündələr tutdum. Təqdim etmiş olduğum reseptə əsasən ümumilikdə 38 ədəd kündə alındı. Kündələrin üzəri qurumaması üçün selofana bükərək bir kənara yerləşdirdim və bir-bir kündəni götürərək gördüyünüz ölçüdə yaydım. Yaymış olduğum yuxaları üst-üstə bir qaba yerləşdirərək qurumaması üçün üzərlərini örtdüm. Onda qeyd edim ki, xəmirimiz yağlı xəmir olduğu üçün yuxaları üst-üstə yığsaq belə yapışmayacaq. Bu səbəbdən narahat olmayın. Şəkərburaya içli əlavə etmək üçün yanınıza mütləq şəkildə su yerləşdirin. Mən də belə etdim. Bilək ki, yuxanın kənarlarını islatdıqda şəkərburanın içliyi kənarlara dağılmır. Barmağımla azacıq sudan isladaraq yuxanın kənarlarını islatdım. Daha sonra içərisi tutacaq qədər içliyi əlavə etdim. Kənarlarını bərkitdim. Şəkərburaya daha dolğun görünüş vermək üçün masanın üzərinə 2-3 dəfə şəkərburanı çırpdım. Şəkərburanın kənarlarına səliqə verdikdən sonra bükməyə başladım. Mən bu şəkildə bükdüm. Daha sonra naxışlarını vurdum. İnanıram ki, içərinizdən daha gözəl büküşlər edən, eyni zamanda naxışlar vuranlarınız var və bilirəm ki, uzun videoları sevmirsiniz. Ancaq bu hissəni yavaş-yavaş təqdim etmək məcburiyyətindəyəm. Çünki ola bilər ki, aranızdan şəkərburanı bükməyimi, üzərinə vurmuş olduğum naxışları bəyənənlər var. Onlar da daha rahat şəkildə baxaraq şəkərburanı büksünlər, üzərinə bəzək vursunlar deyə videonu sürətləndirmədim. Ümumiyyətlə, şəkərburanın olduqca dadlı, gözəl alınması üçün bir neçə qaydaya əməl etmək lazımdır. İlk olaraq xəmirə maya olduqca az əlavə edilməlidir. Xəmir bərk yoğrulmalıdır. Şəkərburanın üzərinə naxış vurduqdan sonra sərin otaqda 15 dəqiqə müddətinə gözlədilməlidir. Daha sonra əvvəlcədən isitmiş olduğumuz sobada 120 dərəcədə, ancaq alt hissədə 20-25 dəqiqə müddətinə bişirilərək götürülməlidir. Və nə gizlədim, makkaşın da daha incə olması əsas şərtlərdəndir. İstifadə etmiş olduğum makkaş nənəmdən qalma makkaşdır. 100 ildən çox yaşı var. Misdəndir. Böyük bacım da olur adətən. Lazım gəldikdə biz də götürərək istifadə edirik. Şəkərburanın üzərinə güllər əlavə etmək istəyirsinizsə, siz də mənim kimi ədviyyat, şirniyyatlar üçün avadanlıqlar satılan mağazalardan gördüyünüz şəkildə
yerdə gül kəsən alətlərdən ala bilərsiniz və istifadəsi olduqca asandır. Belə ki, yaymış olduğunuz yuxalardan bir ikisini istifadə edərək üzərindən sıxırsınız və daha sonra arxa hissəsindən sıxaraq gülü alətin içərisindən çıxarırsınız. Gülü şəkərburanın üzərinə daha möhkəm şəkildə yapışdırmaq üçün şəkərburanın üzərində azacıq oyuq açırsınız və gülü həmin oyuğa yerləşdirərək üzərindən azacıq sıxırsınız. Onu da qeyd edim ki, üzərinə qoyacaq olduğum muncuqları şəkərburanı tam şəkildə bişirdikdən sonra əlavə edəcəm ki, sobanın içərisində əriyərək üzərinin parıltısı getməsin. Bu sirri də mənə gültökən aləti almış olduğum Mehriban Nəzakət xanım verdi. Şəkərburalar sobada bişərkən şişib görünüşünün dəyişməsin deyə görmüş olduğunuz iynə ucluqlu maşanın köməkliyi ilə şəkərburanın üzərindən bir neçə yerdə deşik açdım. Siz iynədən də istifadə edə bilərsiniz. Beləliklə hazırlamış olduğum şəkərburaları otaq temperaturunda 15-20 dəqiqə saxladıqdan sonra əvvəlcədən isitmiş olduğum sobada 120 dərəcədə alt qatda bişirərək götürdüm. Şəkərburalar soyuduqdan sonra görmüş olduğunuz şirniyyatlar üçün olan maşanın köməkliyi ilə muncuqları jeleyə batıraraq güllərin üzərinə düzdüm. İnanın ki, olduqca dadlı, ağızda əriyən şəkərburalar alındı. Beləliklə, bugün də sizə faydalı məlumat verə bildimsə, kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı, abunəsinizsə bəyənməyi, rəy yazmağı unutmayın. Hazırlayan hər kəsin əllərinə sağlıq, yeyənlərə nuş olsun deyirəm. Tək baharda deyil, bütün fəsillərdə evləriniz bahar ətirli olsun. Ruziniz bol, süfrəniz açıq, sevdikləriniz sağlam olsun.